Hər vaxtınız xeyir olsun. Bugün gündəlik bişirə biləcəyiniz ərikli, çox dadlı, yumuşaq piroq resepti bölüşürəm. Üç ədəd yumurtanın üzərinə stəkan yarım şəkər tozu, bir çimdik duz əlavə edib qarışdırıram. Yumurta ilə şəkər tozunu qarışdırdıqdan sonra üzərinə 250 qram qatıq, 100 qram əridilmiş kərə yağı əlavə edib bunları da qarışdırıram. Üzərinə un, qabartma tozu, vanil də əlavə edib ərzaqlar həll olana qədər qarışdırıram. Xəmiri hazır edib umaç hazırlayıram. 1 stəkan unun üzərinə yarım stəkan şəkər tozu, kərə yağı əlavə edib umac edirəm. Umac da hazır olduqdan sonra üzəri üçün ərik hazırlayıram. Piroq dadlı olsun deyə əriyi həm yumuşaq, həm də şirin götürmüşəm. Bərk ərikdən istifadə etmirəm. Əriyi 2 hissəyə ayırıb tumlarını təmizləyirəm. Xəmiri də yağlı kağız sərdiyim qaba əlavə edib üzərinə ərikləri düzürəm. Əriklərin üzərindən də umac əlavə edib 180 dərəcə isidilmiş sobada 50 dəqiqə bişirirəm. Piroq bişdi artıq, soyduqdan sonra qabdan çıxardıram. Hər gün bişirə biləcəyiniz yumuşaq, meyvəli, çox dadlı piroqdur. Bişirib siz də yoxlayın, çox ləzzətli olur. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.